Təhsil Nazirliyinin bir rəqəmsal məktəb layihəsi var. Hal-hazırda buraxırlar. Orada elektron jurnal, elektron gündəlik belə bir şeylər var. Həm də nə maraqlı bir diqqətimi cəlb elədi. Düzdür, hələ tam belə beta versiyadadır. Müəyyən bir dərs verilirsə, dərsin evə gələndən sonra uşaq onun video izahına baxa bilir. Və altında hazır testlər verilir. Yəni hardasa insan əgər belə deyim də, bəzi vizual şeylər varsa, bəzi bu şeyləri burada tamamlaya bilir əslində. Tamamlaya bilir, amma işi vay o haldan ki, o vizual olmadı, audial oldu. Onda nə olacaq? Hə. Onda görə qulaq asın da. Videoya baxmasın, qulaq asın. Ona görə də orada audiala üstünlük vermək lazımdır. Bunu Amerikada bir dönəmlər eləmişdilər. Bernice McCarthy adında bir adam eləmişdi. Və bunu çox belə özəl müəssisələr bilsə, edə bilərlər. Yəni, bir insanın anlayacağı dildən danışanda o insanın başa düşməməsi mümkün deyil, əgər o başa düşmək istəyirsə. Ona görə mən həmişə deyirəm ki, istəyən, öyrənməyi istəkli və deyiləni eləyən elə bir insan ola bilməz ki, bizim bu yaddaş texnikaları təlimindən sonra nəyisə yadda saxlaya bilməsin. Mənə minlərlə insan gətirin, hamısı öyrənməyə istəkli olsun və mənim dediyim tapşırıqları eləsin. Mən onların hər birindən dünya yaddaş çempionu yetişdirməyə isə zəmanət verirəm. Elə. Bəli, elə. Onda siz ona metodunu tapırsınız da, hansı metodla işləyir bunda da belə biz insan beyninin ilahi gücünü kəşf etməyinə kömək edirik. Elədiyimiz qeyri-adi bir şey yoxdur. Bir şey var əlimizdə, Allahın verdiyi dəyərli bir potensial var, bir zəka var. Onu işlətməyin instruksiyasını öyrədirik insanlara. İnstruksiyasını verirdik, ömür boyu geçsin, istifadə eləsin.